Mən Ayaz Məmmədov 4-cü yüksəliş müsabiqəsinin qalibiyəm. Hal-hazırda Avromel şirkətində brend markalar departamentinin direktoru vəzifəsində çalışıram. Mən yüksəliş müsabiqəsi barədə iş yoldaşlarımdan, dostlarımdan məlumat almışdım, lakin heç cür vaxtım olmurdu qeydiyyatdan keçməyə. Ən son gündə qeydiyyatdan keçmişəm və birinci dəfə qatıldım və birinci dəfədən də qalib gəldim. Müsabiqə müddətində başqa iştirakçılardan öyrəndiyiniz ən maraqlı şey nə oldu? Müsabiqə dönəmində istər yarım final, istər finalda komanda yoldaşlarımdan çox şey öyrəndim. Amma ən çox öyrəndiyim şey vaxtın idarə olunmağı, bir də risklərin idarə olunmağıdır. Sizcə nəyi bacarmadan yüksəlişdə qalib gəlmək mümkün deyil? Məncə yüksəliş müsabiqəsində qalib gəlmək üçün çox nüans lazımdır. Amma ən əsas ikisi emosiyalarınıza hakim olmaq və vaxtı düzgün bölməkdir. Finaldan öncə qalib gəlmək üçün bir super güc seçmək imkanınız olsaydı, hansı gücü seçərdiniz və niyə? Məncə yüksəliş müsabiqəsində qalib gəlmək üçün heç bir super gücə ehtiyac yoxdur. Özünüzə güvənin və bu sizə bəs edir.